Salam hörmətli izləyicilər. Məlum olduğu kimi bu ilin aprel ayında avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası sahəsində mövcud qaydalara bir sıra dəyişikliklər təsdiq edilib. Azərbaycan Respublikası Mərkəzi Bankının qərarına əsasən 2026-cı il iyunun 16-sından etibarən hazırda qüvvədə olan bonus-malus sistemi ləğv edilərək onun yerinə yeni sığorta tarixçəsi əmsalı modelinin tətbiq edilməsi nəzərdə tutulub. Yeni tətbiq olunmuş sığorta tarixçəsi əmsalı modelinin mahiyyəti, əhəmiyyəti və gətirdiyi üstünlüklər barədə suallarımızı İcbari Sığorta Bürosu Hüquqi Şəxslərin İttifaqının Biznesin İnkişafı Departamentinin rəhbəri xanım Camalova cavablandıracaq. Xanım, studiyamıza xoş gəlmişsiniz, salamlayıram sizi. Salam Aytən xanım, xoş gördük. Təşəkkür edirəm dəvətiniz üçün. Düşünürəm ki, bugün çox maraqlı bir söhbət olacaq. Xüsusilə bizim sürücülərimiz üçün və sığortalı vətəndaşlarımız üçün. Çünki artıq bonus-malus sistemi ləğv olunur və sığorta tarixçəsi əmsalı tətbiq olunur. Bax, bu sığorta tarixçəsi əmsalının tətbiq olunmasına gətirən yol, zərurət nədən ibarət idi və bu sürücülərimiz üçün hansı çətinlikləri aradan qaldıracaq? Təşəkkür edirəm Aytən xanım sualınız üçün. Doğru buyurdunuz, bəli, bir bonus-malus sistemi var idi. Hansı ki bu bonus-malus sistemi sığorta müqaviləsinə, sürücülərin davranışına əsasən əlavələrin və güzəştlərin tətbiq olunması üçün bir mexanizm idi. Sadəcə bu mexanizm əvvəlki qaydada biraz hesablanması çətinlik çəkilirdi vətəndaşlar tərəfindən. Çünki orada bir mürəkkəb hesablama düsturları var idi, fərqli faizlər var idi, orta tezlik əmsalı anlayışı var idi. Vətəndaş sığorta haqqının hesablanması üçün həmin özünün orta tezlik əmsalını, bazarın ümumi orta tezlik əmsalı kimi anlayışları bilməli idi ki, bu həmin hesablamanı apara bilsin. Və Mərkəzi Bank bu hesablamaların sadələşdirilməsi və yeni sürücüyə əsaslanan yanaşmanın tətbiqi üçün qaydalarda dəyişiklik etdi və bununla da bonus-malus sistemi ləğv edilərək artıq şəxsin özünün sığorta tarixçəsinə əsasən formalaşan sığorta tarixçəsi əmsalı gətirildi. Sığorta tarixçəsi əmsalı əvvəlki qaydadan fərqli olaraq sığortalının, yəni nəqliyyat vasitəsinə dair sığorta müqaviləsi bağlayan şəxsin adına deyil, nəqliyyat vasitəsini idarə edərkən hadisəni törədən faktiki sürücünün davranışına əsaslanan bir yeni modeldir. Bu, beynəlxalq təcrübədə də çox rast gəlinən bir model edir ki, Mərkəzi Bank həmin bu modeli istifadə edərək bizim ölkədə də bu modelin tətbiqinə başladı və qaydalarda bununla bağlı dəyişikliklər etdi və bu dəyişikliklər iyunun 16-sından etibarən qüvvəyə minəcəkdir və artıq sürücülər yeni sığorta tarixçəsi əmsalı əsasında sığorta haqlarını rəsmiləşdirəcəklər və bu əlavələr, güzəştlər artıq yeni qaydalara uyğun olaraq onların əmsallarına tətbiq ediləcək. Xanım, qeyd etdiniz ki, iyunun 16-sından etibarən artıq sığorta tarixçəsi əmsalı tətbiq olunmağa başlayacaq və bu əmsalın tətbiq olunmasından sonra artıq sığorta müqaviləsi kimin adına olmasından asılı olmayaraq məsuliyyət məhz sürücünün üzərinə düşəcək. Təbii ki, bax bu faktı eşidən sürücülər indi düşünürlər ki, bunun bizim üçün əsas üstünlüyü nədən ibarət olacaq? Çox yaxşı bir sualdır Aytən xanım. Tamamilə doğrudur, belədir. Yəni, indiyənə qədər nəqliyyat vasitəsinin sığorta müqaviləsi başqa bir şəxsin adına idisə, amma nəqliyyat vasitəsini faktiki olaraq başqa bir şəxs etibarnamə əsasında və yaxud da digər bir əsaslarla idarə edirdisə və həmin şəxs gedib hadisə törədirdisə, bu halda həmin əlavələr nəqliyyat vasitəsinin sığorta müqaviləsi kimin adına bağlanmışdırsa, həmin şəxsə tətbiq olunurdu. Bu da bir növ vətəndaşlar arasında narazılığa səbəb olurdur ki, mən nəqliyyat vasitəsini idarə edən şəxs mən olmamışam, hadisəni törədən şəxs mən olmamışam, niyə mənim sığorta tarixçəmə başqa bir sürücünün belə deyək də törətdiyi hadisə təsir etməlidir. Yeni yanaşmada artıq həmin sığortalılar bundan istifadə edə biləcək və nəqliyyat vasitəsini faktiki kim idarə eləyibsə, həmin şəxsin sığorta tarixçəsi əmsalına onun törətdiyi qəza təsir etmiş olacaq. Bu da vətəndaşlar üçün bir növ üstünlük olacaq. Həmin o sığorta müqaviləsi bağlayan vətəndaşlar artıq əlavə xərc edəməli olmayacaqlar və hərə bu yeni mexanizmdə
öz davranışına uyğun olaraq məsuliyyət daşıyacaqdır. Bu da bir növ vətəndaşları təşviq eləyir ki, daha diqqətli olsunlar, nəqliyyat vasitələrini idarə edərkən yol hərəkəti qaydalarına riayət etsinlər və bir növ bu güzəştlərdən də istifadə etsinlər. Bəli, bir növ siz deyirsiniz ki, yeni qaydalar tətbiq olunandan sonra əziz sürücülər sizi daha məsuliyyətli və daha diqqətli olmağa çağırırıq və sürücülərin dilindən, sürücülərin fikrindən, belə deyək, sizə daha bir sual verəcəm. Yəqin ki, yeni sistemdə endirim və əlavələr də var və bax bu endirim və əlavələr necə hesablanacaq? Tamamilə doğrudur, bəli. Əvvəllər də, belə deyək, sığorta müqaviləsi bağlanarkən bonus-malus sistemində də sığorta müqaviləsinə görə, hər müqaviləyə görə endirimlər və hər hadisəyə görə də əlavələr tətbiq olunurdu. Bayaq da vurğuladığım kimi bu biraz çətin bir mexanizm idi, mürəkkəb düstur idi. Vətəndaşlar bunu hesablaya bilmirdi. Mərkəzi Bank bu hissəni sadələşdirdi və fiks faizlər gətirdi. Artıq hər bir vətəndaş bugün sığorta müqaviləsini yeniləyəndə, əgər 275 gün qəzasız bir tarixçəsi olubsa, biləcək ki, növbəti sığorta müqaviləsini alanda 5% endirimini əldə etmiş olacaq. Yox, əgər hər hansı bir hadisəsi olubsa, artıq biləcək ki, həmin hadisəyə görə ona 30% əlavə tətbiq olunur və bu da bir növ vətəndaşların hesablamanın aparılmasında şərait yaradacaq ki, rahat şəkildə bu hesablamalarını aparsınlar və riskli davranış göstərən sürücülər də artıq daha məsuliyyətli olacaq ki, bir növ bu əlavələr onların sığorta tarixçəsinə tətbiq edilməsin. Deməli, diqqətli sürücülər daha sərfəli şərtlərlə növbəti sığorta illərindən etibarən sığorta ala biləcəklər. Əlbəttə ki, bəli, əgər sürücü nəqliyyat vasitəsini diqqətli idarə edərsə, hər 275 sığortalı günə münasibətdə endirim əldə etmiş, 5% endirim əldə etmiş olacaqdır. Hətta bunu da bildirim ki, əgər bir şəxsin bir neçə nəqliyyat vasitəsi varsa, 2, 3 və daha artıq nəqliyyat vasitəsi varsa, bu hər müqavilə üzrə olan günlər toplanacaq. Yəni, tutaq ki, bir şəxsin 3 maşını var idisə, nəqliyyat vasitəsi var idisə, o 275 gün 3 nəqliyyat vasitəsinin bir 90 gündən sonra artıq 275 gün tətbiq edilmiş olacaq və vətəndaşlar 90 gündən sonra bu endirimi 4-cü müqavilədə əldə etmiş olacaqlar. Bunun üçün də vətəndaşlara bu maliyyə baxımından bir çox üstünlük qazandıracaq bir yeni yanaşmamız. Xanım, ümumiyyətlə bir avtomobili, bir nəqliyyat vasitəsi bir neçə şəxs tərəfindən idarə olunur. Bax, bu zaman tətbiq olunan risk əmsalı ilə bağlı hansısa dəyişikliklər baş verdimi yeni tətbiq olunan qaydada və bu dəyişikliklər nədən ibarətdir? Bu hissədə də bəli, Mərkəzi Bank olaraq dəyişiklik edilib. Bildiyiniz kimi, əvvəlki qaydalarda da əgər nəqliyyat vasitəsini idarə edən şəxs birdən artıq idisə, həmin nəqliyyat vasitəsinin sığorta müqaviləsi hesablanarkən avtomatik olaraq risk əmsalı olaraq 1.15 risk əmsalı tətbiq olunurdu. Yeni yanaşmada bu biraz sadələşdirilib, yumuşaldılıb bu hissə. Yəni, daha vətəndaş yönümlü bir addım atılıb burada da. Bildiyiniz kimi, nəqliyyat vasitəsini birdən çox şəxs idarə edə bilər, ailə üzvləri ola bilər, idarə edə bilər və artıq yeni qaydalarda bu vətəndaşlara güzəşt olunub və nəqliyyat vasitəsinin sahibi ilə birlikdə bu şəxs 5-dən çox olarsa 1.15 risk əmsalı tətbiq ediləcək. Yox, əgər 5-dən çox deyilsə, bu halda 1.15 risk əmsalı tətbiq olunmayacaq və bu da vətəndaşların daha az sığorta haqqı ödəyərək sığorta müqaviləsinin rəsmiləşməsinə gətirib çıxaracaqdır. Elə eyni qaydada gəlin bir nəqliyyat vasitəsinin bir neçə nəfər tərəfindən idarə olunacağı halda sığorta haqqının hesablanmasından da dinləyicilərimizə və tamaşaçılarımıza məlumat verək. Bu da yaxşı bir sualdır. Demək, belə deyək, əgər nəqliyyat vasitəsini birdən çox şəxs idarə edirsə, bu halda sığorta haqqı hesablanarkən həmin şəxslərin hər birinin göstəriciləri nəzərə alınacaq və sığorta haqqı həmin şəxsin, bu nəqliyyat vasitəsini idarə edən şəxslərin göstəricisi əsasında formalaşacaq və sığorta haqqına bu digər sürücülərin də göstəriciləri təsir edəcəkdir. Xanım, yeni tətbiq olunan sığorta tarixçəsi əmsalı hüquqi şəxslər üçün nəyi dəyişəcək və hansı qaydalar tətbiq olunacaq? Hüquqi şəxslər üçün bu hissədə də bir dəyişikliklər edilmişdir. Bildiyiniz kimi, əvvəllər hüquqi şəxslərin, bildiyiniz kimi, nəqliyyat vasitəsini onlar idarə etmir, onların nəqliyyat vasitələri sürücülər tərəfindən idarə olunur və əvvəlki qaydada belə edir ki, nəqliyyat vasitəsini başqa şəxs idarə etsə belə, həmin
əlavələr hüquqi şəxsin özünə tətbiq edilirdi. Yeni qaydada bu hissə də sadələşdirilib. Hüquqi şəxslər üçün ümumiyyətlə vahid sığorta tarixçəsi bir olaraq, bir əmsal olaraq nəzərə alınacaq və onlara heç bir güzəşt və əlavələr tətbiq edilməyəcək. Və sürücülük nəqliyyat vasitəsini, həmin hüquqi şəxsin nəqliyyat vasitəsini hansısa bir sürücü idarə eləyirsə, güzəştlər, əlavələr həmin sürücünün özünə tətbiq olunacaq. Əgər həmin sürücü hüquqi şəxsin nəqliyyat vasitəsini idarə edərkən hər hansı bir hadisə baş verərsə, bu bütün əlavələr onun öz tarixçəsinə təsir eləyəcək. Həmin hüquqi şəxsin nəqliyyat vasitəsinin o digər nəqliyyat vasitələrə münasibətdə bu əmsallar tətbiq olunmayacaq. Amma həmin o şəxs öz şəxsi maşınını sığortaladıqda artıq bu əlavələrdən güzəştlər onun sığorta tarixçəsi əmsalında öz əksini tapmış olacaqdır. Taksi sürücüləri üçün qaydalar hansı şəkildədir? Hüquqi şəxslərə münasibətdə taksilərdə bir istisna var. Bildiyiniz kimi taksilər daha çox istifadə olunan nəqliyyat vasitələridir. Bu hissədə hüquqi şəxsin münasibətdə həmin o avtonəqliyyat vasitəsi əgər taksi fəaliyyəti ilə məşğul olursa, bu halda əlavələr, güzəştlər həmin hüquqi şəxsə tətbiq ediləcək. Onların yəni taksiyə münasibətdə sığorta tarixçəsi bir formalaşacaq və bütün əlavələr, güzəştlər həmin hüquqi şəxsə o halda tətbiq ediləcəkdir. Artıq taksi sürücüsünün özünə şamil olunmayacaq. Xeyr. Xanım, sürücüləri və vətəndaşlarımızı ən çox maraqlandıran suallardan biri də odur ki, yeni qaydalar sığorta haqqının hesablanmasına təsir edəcəkmi? Yəni, sualımı daha konkret ifadə edeyim ki, sürücülərimizin də narahatçılığını biraz aradan qaldırmış olaq. Sığorta haqqı yüksələcəkmi yeni qaydaların tətbiqi nəticəsində? Mərkəzi Bank olaraq ümumiyyətlə bu modelin tətbiqində məqsəd sığorta haqqının artırılması deyil, sırf sığortalıya münasibətdə deyil də sürücüyə münasibətdə hesablamanın, tarixçənin formalaşdırması idi. Əksinə nəqliyyat vasitəsini yaxşı idarə edən sürücülərə münasibətdə daha çox güzəştlər bu vətəndaşlar əldə etmiş olacaqlar və bunun da vətəndaşlar artıq o sığorta haqqının hesablanmasında bu üstünlükləri özləri də növbəti mərhələlərdə hiss eləyəcəklər. Xanım, yeni qaydaların yəqin ki, sığorta sektoru üçün də bir təsirləri və töhfələri olacaq. Əgər bunu şərh etmiş olsanız, necə qiymətləndirirsiniz bu təsirləri? Bu model ilk növbədə düşünürəm ki, şəffaflığı artıracaq. Burada artıq sığorta riskləri daha dəqiq qiymətləndiriləcək və ən əsası hər kəs öz davranışına əsasən qiymətləndiriləcək. Əlavə olaraq bu yeni model sürücüləri daha diqqətli olmağa təşviq edəcəkdir. Yəni insanlar biləcəkdir ki, qəza artıq onların öz tarixçəsinə təsir edir və nəqliyyat vasitəsini daha diqqətli idarə etməyə onları bir növ təşviq eləyəcəkdir. Ümumilikdə isə yol hərəkətinin təhlükəsizliyinə bu layihə, bu model yüksək bir töhfə vermiş olacaqdır. Bəli, xüsusilə yəqin ki, daha diqqətli yanaşacaqlar. Artıq o qarşısı alınma tədbirləri də burada öz əksini tapacaq. İnsanlar həm sürət həddinə diqqət eləyəcəklər, bizim sürücülərimiz, həmçinin sükan arxasında mobil telefondan daha az istifadə etməyə diqqət edəcəklər və daha məsuliyyətli və daha, belə deyək, diqqətli bir sürücülər görmüş olacaq. Yəni, bunu da ümid eləyirik, arzu edirik və sizə təşəkkür edirəm xanım verilişimizdə iştirakınıza görə və işlərinizdə uğurlar arzulayıram. Təşəkkürlər Aytən xanım. Mən də sizə və tamaşaçılarımıza təşəkkür eləyirəm. Sizə də işlərinizdə uğurlar arzulayıram. Çox sağ olun. Siz sağ olun. Hörmətli izləyicilər, unutmayaq ki, təhlükəsiz sürücülük həm həyatımızı qoruyur, həm də gələcək maliyyə xərclərimizi azaldır. Ona görə hər zaman diqqətli və sığortalı olaq. Çünki həyat sığorta ilə rahatdır.